Səhər-səhər heç fikir vermirdim. Maşının yağının vaxtının dəyişməyinə nə qədər qalıb. Səhər-səhərində getməliydim. Uzaq səfərim var idi və maşının yağının vaxtına baxdım, gördüm ki, ortalama hardasa 800 kilometr qalıb. Elə kapat açdım, yoxladım maşının yağının, suyunu, bu şeyləri çek eləyəndə gördüm ki, yağ hədsiz dərəcədə çox pis qaralıb. Salfetka götürək. Belə olmamalıdır da, yəni bu qədər qara olmamalı. 3000 də insanlar pul verir, niyə aldadırsınız ki? Mütləq yedim onun yağını dəyişim. Bu ağ inəyin vaxtında yağını dəyişirəm. Sabah xeyir olsun. Xoş gününüz olsun. Necəsiniz qardaş? Keyfiniz əhvalınız? Əsas mühərrik yağı dəyişmədir. Bir xidmət deyil. Həm yağ dəyişilir, həm karobka yağı dəyişilir. Çilingir işləri var. Bizdə olan qiymət xidmət heç yerdə yoxdur. 40-uzadır, 50-uzadır. Onların da sadaladığım bütün xidmətləri mövcuddur. Təmizdir. Oradan sevindim. Yağ nə qədər tez qaralsa, o qədər yaxşıdır. Hər kəsə salam dəyərli dostlar. Yenə də adi günlərdən biri. Səhər-səhər heç fikir vermirdim. Çoxdandır başım qarışıqdı. Heç baxıb fikir vermirdim ki, maşının yağının vaxtının dəyişməyinə nə qədər qalıb. Səhər-səhərində getməliydim. Uzaq səfərim var idi və maşının yağının vaxtına baxdım, gördüm ki, ortalama hardasa 800 kilometr qalıb. Elə kapat açdım, yoxladım maşının yağının, suyunu, bu şeyləri çek eləyəndə gördüm ki, yağ hədsiz dərəcədə çox pis qaralıb. Və fikirləşdim ki, belə bu vəziyyətdə getmək olmaz. Yəni mütləq şəkildə gedib yağı dəyişdirməliyim. Bundan öncə bir yer var idi, adını seçmək istəmirəm. Getdim orada yağı dəyişdim. Ortalama 3800 kilometr sürmüşəm, artıq yağ qapqaradır. Yəni istəyirəm bu barədə göstərim sizi əyani şəkildə. Salfetka götürək. Yəni bilmirəm qardaş, hamısı deyir orijinaldır. Amma faktiki olaraq gəlirsən yoxlayanda baxırsan, görürsən ki, heç də dedikləri kimi deyilmiş. Suyu qaydasındadır, suyunda hər hansı bir azalma falan yoxdur, amma yağın rəngi məni çox qorxutdu. Yoxsa bu belə olmamalıdır da, yəni bu qədər qara olmamalı. 3800 kilometr gedən yağ bu qədər qara olmamalıdır. Allah bilir, bəlkə də ikinci dəfə istifadə olunan yağdır. Hansısa filtrasiyadan keçirdi, minerallarını bol ilə təzədən vururlar. Yəni düz deyil də, insanlar pul verir, niyə aldadırsınız ki? Mən birinci dəfə də belə şey görürüm ki, bu qədər, yəni 3800 kilometr sürürsən, yağ qapqarı olur. Mümkün deyil axı bu. Əlimi silim. Ona görə yola çıxmamışdan öncə belə qərara gəldim ki, mütləq yedim onun yağını dəyişim. Çünki bu vəziyyətdə çıxaram, mənim başıma başqa bir problem açmış olar. Baxırsan, hamısı deyir, hə bu yaxşıdır, bura yaxşıdır, biz daha yaxşı yağlardan istifadə edirik, bizdə daha keyfiyyətlidir, bizdə belədir, elədir. Amma bəzən olur ki, tən yarısı görürsünüz ki, heç də deyildiyi kimi çıxmır. Bu hər şey deyil. Gelin bir baxım görüm Sumqayıtda harda yağını dəyişə bilərəm, hara tövsiyə olunur. Hal-hazırda axtarıram Sumqayıtdakı yağ dəyişmə mərkəzlərinə baxım görüm ən çox hara tövsiyə olunur. Adətən kommentləri oxuyanda görürsən də insanlar ədalətli şəkildə rəy verirlər, bildirirlər ki, bu yağ dəyişmə yeri daha yaxşıdır. Mən də indi rəylərlə baxacağım. Dostlar, yazılan rəylərin içində Sumqayıtda ən çox baxıram ki, tövsiyə olunan yerlərdən biri də Express Oil Change-dir, yəni yağ dəyişmə mərkəzidir. Bəlkə də indi oraya getdim. Əgər hamı baxıram ki, oranı tərifləyirsə, gedə bir biz də yoxlayaq görək necədir. Yəni həqiqətən deyildiyi kimi var, yoxsa yoxdur. İstiqamət alaq Express yağ dəyişmə mərkəzinə. Ünvan göstərilib 17-ci mikrorayonda. Baxıram hamı tərifləyir, hamı xoş sözlər yazır. Deməli həqiqətən də belədir. Orijinal yağ. Ən əsası odur ki, pulu versən heç olmasa orijinal olsun. Biri onsuz da premium sinif var, orta sinif var, standart var, bir də ki biraz ucuz sinif var. Amma demirəm, yəni mən gedim hər şeyin pahalısını alıram, yox belə bir şey də yoxdur. Yəni heç olmasa orta sinif olsun, əsas odur ki orijinal olsun, özlərinki olsun, yəni deyildiyi kimi olsun. Ona görə gözləyirəm hər ki. Belə. Gedək Express Oil Change-ə oranı bir yoxlayaq. İnşallah ki deyildiyi kimi vardır. Gedirəm Express yağ dəyişmə mərkəzinə 17-ci mikrorayon. Gedək görək nə göstər, həqiqətən də deyildiyi kimi var yoxsa yox. Yəni olur ya, siz necə, indi hamı maşın sürür, indi demək olar ki, hamı maşını var. Aldadırlar, əksəriyyəti aldadırlar. Baxırsan, yazır hə, falan markat. Gedirsən, alırsan, amma görürsən ki, keyfiyyət o deyil. Qardaş, bilirəm, hamı pul qazanmaq istəyir, amma halallıq da gözəl şeydir. Yəni bunu
kiməsə pulsuz eləmirsiniz axı. İnsanlar buna görə pul ödür. Ona görə əgər insanlar buna görə pul ödəyirsə, biz gərək onların da haqqına girməyək. Ən azından deməlisiniz ki, yəni bu aşağı sinifdir və yaxud da ki, bu geydirmədir. Düzdür, indi kim deyəcək geydirmədir, mümkün deyil. Amma gedək qardaş, gedək görək bu Express Oil bizə nə göstərir. Oranın da yağını yoxlayacağım. Baxın, tərifləyirlər, deyirlər ki, bir yağ dəyişəndə, arada öz qabağıma da çıxmışdı bir neçə dəfə. Yağ dəyişəndə filan şeylər pulsuzdur, filan şey pulsuzdur, diaqnostika pulsuzdur, yağlama pulsuzdur, motorxana yolması pulsuzdur, o pulsuzdur, bu pulsuzdur. Bu hamısı yağ dəyişmə, filtr pulsuzdur. Hamısı tək yağın qiymətinə. Əslində çox yaxşıdır da. Belə baxanda bir ödəyirsən, 5-6 xidməti birdən görürsən. Halbuki bəlkə də getsək hər birinə başqa-başqa yerdə. Adisə bir dənə diaqnostika 10 manatdan başlayır. Yəni Sumqayıtda 10 manatdır, Bakıda 20 manatdır. Bir dənə prosta diaqnoz eləyirlər ki, hə, hansısa bir problem var. Amma bunlar görürsən ki, diaqnoz deyirlər. Hətta korobka yağını da dəyişirlər. Korobkamı da yağını yoxlatdıracağam, görüm korobkanın yağının vəziyyəti nə yerdədir. Tormuzun yağlarını, elə sistem yağlarını da yoxlatdıracağam. Ümumi də bir baxış keçirsinlər, görsünlər, yəni hal-hazırda vəziyyəti nə yerdədir. Ona görə bura mənim üçün çox yaxşı oldu. Rəyləri də oxuyuram, rəylərdə də həqiqətən insanların əksəriyyəti tərifləyir. Demək olar ki, mən negativ bir şey oxumadım orada. Hamı yazmışdı ki, qiymətləri çox münasibdir, yağlar çox keyfiyyətlidir. Bilirsiniz, bəlkə də onlar rəsmi dilerdən yağ alırlar, ona görə də belədir. Rəsmi dilerdən alanda, rəsmi diler öz daimi müştərisinə heç vaxt pis bir şey satmaz da. Yəni, ən azından ən üst sinif hansıdırsa ona verəcək. Temboliyada ki, bu qədər müştərisi olan bir obyektə gedirəm mən. Vallahi heç bir tanışlığım yoxdur. Amma tanıyıram, orada Hacağa var oğlan. Hacağa çox bazarlıqlı oğlandı həqiqətən. Pandemiya vaxtı yadıma gəlir, onun bir özünün yağ dəyişmə mərkəzi var idi. Pandemiya vaxtı onun yanına getdim. Sumqayıtda Əşya bazarı tərəfdə Zigzag deyilən bir yer var. Orada onun bir yeri var idi. Və o gəldi, jaluzunu qaldırdı, maşını saldım içəri, yağı dəyişdi, jaluzunu bağladı ki, heç kim görməsin. Və elə çalışırdı, zəhmətkeş insandı, yəni xətrini çox istəyirəm həqiqətən. Onun personalı heç vaxt pis ola bilməz. Express Oil Hacağanın obyekti olmalıdır, səhv eləməmsə. Mən onun həqiqətən uğurlarına çox sevinirəm. İnsan zəhmətkeşdir, insan özü üçün böyük bir iş qurur, insan özü üçün bir çalışır, vuruşur. Onun Allah zəhmətini yerdə qoymasın inşallah. Mən Hacağanın xətrini çox istəyirəm, amma orada olmamışam. Bu dəfə gedəcəm ora, yağ dəyişməyə və görək nəticəsi necə olacaq. Bilirsiniz də, yoldaşlar, məndə hər şey olduğu kimidir. Bunu vlog kimi çəkirəm ki, yəni reklam eləmirəm. Yəni kimsə durub reklam eləməyə fikrim yoxdur. Valla buradan inanın ki, 1 manat belə xeyrim olmuyor heç vaxt. Yəni düşünməyin ki, neydəsə də oturub haçansa neyinsə qarşılığında nəyisə etmişəm, eləməmişəm. Yəni mən şükür Allah işləyirəm, müəyyən bir qazancım var, maaşımı alıram, mənim üçün kifayət edir. Əlavə olaraq bunun üçün durub nəyisə də süni şəkildə reklam edib pul qazanmaq mənə yaraşmaz. Bu günə kimi də harda olmuşamsa, nəyə yaxşı demişəmsə, gedin həmin yerə məndən sonra təkrar gedin, bir özünüz də yoxlayın, görəcəksiniz ki, həqiqətən də deyildiyi kimi var. Yəni, bax, belə şeylərdə çalışıram ki, öz izləyicilərimə də hər şeyin ən yaxşısını göstərim. Onları aldatmaq kimi fikrim də yoxdur. Harda yaxşı nə varsa, münasib qiymətə nə varsa çalışacağım onu çəkim, göstərim. Mənim əzizlərim, təxmini Express Center demək olar ki, buralardadır. Bir dəqiqə, deməli 17-ci mikron sol tərəfçi Ot qəsəbəsidir. Billur mərasimi keçəndən sonra oralarda hardasa olmalıdır. Express Oil. Aha, logosunu görürəm. Deyəsən çatmış. Hə, irəlidəki logo onlarındır. Buradan bir sağ eləyə girək içəri. Görək həqiqətən deyildiyi kimi var, tərifləndiyi kimi var bu yer, yoxsa yox. Express Oil. Ha, düz gəlmişik. Gəl ağsaqqal, gəl. Dədayda gəl. Express Oil-a gəlirik. Express. Aha. Adını eşitdiyimiz, üzünü görmədiyimiz qəhrəman personal. Dəqiqə. Hə, yoldaşlar, biz gəldik, çatdıq Express Oil-a. Sabah seyir olsun. Oo, Elmir qardaş, necəsiz? Xoş gününüz olsun. Necəsiz Elmir qardaş? Keyfiniz əhvalınız? Salam aleyküm. Yaxşı olasınız. Çox sağ olun. Xoş gününüz olsun. Yoldaşlar, Elmirlə tanış edim sizə. Elmir Sumqayıt 50 səhifəsinin Facebookda kanalının admini yaratıcıdır. Sumqayıtda ictimai, siyasi fəaliyyəti ilə məşğul olan fəaldır, fəal gəncdir. Bütün xəbərləri mən işdə otururam, hardan izləyirəm? Sumqayıt 50 kanalını. Hətta heç xəbərim olmur. Sumqayıtda nə baş verirsə ən birinci onu paylaşır Elmir Sumqayıt 50 kanal. Aşağıdan qeyd edirəm, abunə olmağı da unutmayın. Elmir qardaş, necəsiz? İşte, bir gələk yaxından tanış olaq. Görək, adını çəkilib, eşitdindən, hamı bəyənir, rəyləri oxuyuram, deyirlər Express Center, yəni nömrə 1-dir. Biz də dedik ki, gələk
Ağ inəyi burada dəyişək yağını. Qapqarı olub ömrü qardaş. 3800 gedib, baxıram ki, yağ qapqarı. Bunun dedim ki, ancaq çarəsini kim tapacaq? Rəsmi dillərdən keyfiyyətli yağları alıb gətirib, xidmət göstərən ancaq hara? Express Oil. Verim sənə qardaş. İndi siz bir dənə baxın, görün. Yoldaşlar neyinir, nə hoqqa verir. Ağ inəyin bugün bayramıdır. Ağ inəyi bugün orijinal yağ görəcək. Bəh, bəh, bəh. Emi qardaş, işlərimiz necə gedir? Bunun yağını dəyişmək istəyirəm. Sağ ol qardaşlar, necəsiz? Xoş gəldiniz. Xoş sağlıqsınız. Uzun düşməniniz olsun. Necəsiz yoldaşlar? Başlamız buradadır. Xazağa qardaş hardadır? Rəhbər. Bu canavar. Sağ olun qardaş, necəsiz bir daha sağ olun. Xoş gününüz olsun. Abi bunun 3800 gedib, yağı qapqara. Biz istəyirəm ki, nəsə orijinal yağ deyil. Deyirlər ki, orijinal yağ hardadır? Ekspresdə. Gəlmişik bura. Sağ olun qardaş, xoş gününüz olsun. Sizin satış nöqtələrindən əldə edilir. Hamısı yəni tam orijinal sintetik yağlar, tam sintetik yağlar. Aha, maşallah. Yəni hər büdcəyə də uyğun, yəni kənardan bahalı bir yer kimi görsənə bilər. Yəni hər büdcəyə uyğun, yəni sürücülərimiz üçün. Amma heç bahalı da demirlər, hamı deyir ki, münasib. Bir yağ dəyişsə 5 dənə xidmət gəlir. Qıraqdan elə görsənir. Bəzən indi sürücü baxır, deyir, yəni bura baha olar. Və onun tam əksidir. Əksidir. Yəni imkanı olmayan sumqayıcı sürücülərlə də yəni burada dəstək verməyə hazırdır. Elmi qardaş, bu maşın motor mühərrik yağından başqa nə işlər görürlər misal üçün? Mühərrik yağından başqa məsələn Transmisiya yağı dəyişir. Bəli, karopa yağlarının dəyişilməsini, yəni ehtiyat olaraq filtr də yəni dəyişilir. Transmisiya filtri. Maşallah, əla. Yəni silingər işləri görülür, diaqnostika işləri. Yəni bir sıra işlər görülür. Sabit və baş tanıtır, vaxtsadır. Yəni o tam ətraflı Rafik usta. Servisə bağlı nə xidmət. Rafik usta, bir yağ dəyişmədə hansı xidmətləri göstərir? Nafik usta üzr istəyirəm. Yağ dəyişmə zamanı bütün mayelərin tərkibini yoxlayırıq cihazla, antifrizin, rulavo yağı, bitkisi. Azlısa əlavəsi ödənişsizdir. Vəziyyətlə bağlı məlumat verir, mühərrik bölməsi buxarla yuyulur, dərmanla yuyulur, hava kanalları buxarla yuyulur. Bunlar ödənişsizdir. Əla, əla. Ağ inəyi bugün ağ günə çıxacaq. Sizin maşınınızın, yəni texniki və motorunun texnik vəziyyəti. Onu da yoxlanılır. Bunun adı nədir bu şeyin usta? Bunun Kamera. kamera. Bu motorun içinə baxırsınız da, onun da daxili vəziyyətini. Amma məndə motoru yumarsız. Bəzən olur açıq robotkalar olur. Sonra şıqqa verir. Təhlükəsizdir. Doğrudan. Nə gözəl. Hibridlər də yox. Onlarla yəni belə maşında heç bir problem də olmur. Bəli. Nə yağ istifadə edirəmsiniz? Yağ, Ravinol satdılar mənə. 3800-də qapqarı oldu. Biraz Bu normaldır. Normal. Motorun içi təmizdir. Oradan sevindirdim mən. Yağ nə qədər tez qaralsa o qədər yaxşıdır. Doğru. Tərkibində yuyucu çoxdur, özü qaralır, işləyir. Motor təmiz saxlayır. Başa. Mən də biraz panik elədim ki, deyəsən bu niyə belə tez qaraldı? 3800-də niyə belə qaraldı? Narahat elədi. Amma çox sevindim. Sevindiniz məni. Ağ inəyi bugün dincələcək. Bugün ağ inəyi orijinal xidmət görəcək. Bugün ağ inəyin ağ günüdür. Demək, silingər işləri görür əlavə olaraq. Silingər xidmət. Usta məlumat verərdi servisə tam işləri nədir? Nədən? Əsas mühərrik yağ dəyişmədir, korobka sürətlər qutusu yağı dəyişmədir. Silingər işlərində pürüz servisimiz var. Ümumi pürüzlərin motor korobka yığmaqdan başqa bütün hər bir şeyin xidmətlər göstərilir. Batareykalardır, peritok sistemindədir, sıfırdan yığılır. Digər maşınlarda da pürüzdən başqa xırda silingər işləri görülür. Sırğalardır, nakladkalardır, stabilizator rezinlərdir, bu xidmətlər göstəririk. Farsunkalardır. Bəli. Bəs yüksək təzyiqli farsunkalar xidmət var? Hələ ki o xidmətimiz olacaq, hal-hazırda yoxdur. Kondisionerin qazı? O yüksək təzyiqli farsunkadır, bir də kondisionerin qazı inşallah Mövsümlə əlaqədar? Bəli, mövsümlərində bir ay ərzində çalışırıq ondan. Gözəl, əla yoldaşlar. Aparatlarımız var. Usta, qiymətlər barəsində dediyim, izləyicilərimiz qiymətlər barəsində məlumat. Yəni kimsə düşünməsin də, Express Centerdə, yəni Bizdə olan qiymət xidmət heç yerdə yoxdur. Maşallah olsun. Bax, deyin də, onu deyin ki, onsuz da gələn müştərilər, bura gələn müştəri başqa yerə getmir. Səbəb də odur ki, istər xidmət, istər qiymət. Bu iki gün onsuz da
hər bir yer sosial şəbəkə ilə işləyir. Hamı hər yerin qiymətini bilir. Həmçinin bizim digər yerlərində. Yağların qiyməti, yağların ərəsinin, yəni qiymətlərində müxtəlifdir. Məsəl üçün, sertifikatlar zad var ki, həqiqətən də orijinal birinci istehsalçıdan gəlir. Yəni bəli, tam rəsmi satış nöqtələrinə əldə olunur. Əla. Yəni bu yağlar qutarıldıqdan sonra, yəni istifadə edildikdən sonra, yəni bunlar deşilir. Yəni deşilir, yəni yararsız vəziyyətə. Bu qarpızları deşirsiniz. Bəli. Əla. Yararsız vəziyyətə gətirilir ki, buradan məsəl tutullantı vasitəsilə götürüldükdə Yenidən qablaşdırılmasın. Yenidən qablaşdırılmasın. Amma mənim rastıma gəlmir, olub məndə yağ bir-iki dəfə olub yağ dəyişmişəm. Görmüşəm ki, hiss edirsən ki, yağ keyfiyyətsiz çıxır. Bilirsən ki, o bəlkə də hansısa qabdan təzədən doldurulur. Amma ona görə ancaq gəlmək lazımdır, yəni tanınmış, özünü doğrultmuş, təsdiqlənmiş mərkəzlərə. Bu mərkəz həqiqətən də özünü doğrulur. Belə bir xəyal gəlsin. Yəni tam qarantiyalı şəkildə ümumiyyətlə burada görülən işlərə də tam zəmanət verilir. Müştəri məmnuniyyəti önəmli. Bəli. Bu nə aparatıdır? Bu karabka aparatı. Karabka yağının dəyişilməsinə bağlı. Yəni bu sosial avadanlıqda, yəni sınıqlarda tək-tük yerlərdədir, yağ dəyişmə məsələləri. Əsası burada karabka yağının indi bu gün Ford Fusion markalı maşının karabka yağının filtrlərinə dəyişmə prosesi başlayacaq. Ustalarımız mühakimə onun baxışı keçirilir. Yəni sırf burada Prius'la bağlı digər maşınlar məsələn. Bu ancaq Prius, yəni hibridlərə xidmət göstərir. Sırf Prius ustamızda var. Bataryaların təmizlənməsi, yəni bu işləri görür. Farsonkalardır, izolasyonkadır, svesalar, qadağan sistemidir. Yəni bu işləri. Bu maşın da deyəsən gedir, hibrid gedir, yoxsa EcoBoost? EcoBoost'dur. Bu işin sadəcə karabka əgər filtrlə dəyişdirilirsə, proses burada qalır. Aha, başa düşdüm sizi. Çünki qaldırma kranı burada olduğuna görə karabka düşürüləcək. Filtr dəyişir, yəni cəmaət şəhərində müştərimizə təhvil edir. Amma heç bilmirdim, burada yəni hibrid içində xidmət var, amma baxın əlaqə nömrəsi də 051 481 81 servis. Yəni dostlar, fikir verirsinizsə, burada yəni tək bir xidmət deyil, həm yağ dəyişilir, həm karabka yağı dəyişilir, çilingir işləri var, perdok yığılır, o yığılır, məsələn, tormozdan sistem, bunları görür. Usta ilə tanışdıq, salam usta, necəsiz qardaş, xoş gördünüz. Siz hibrid, ancaq hibridlərə baxırsınızsa, hibridlərdə hansı xidməti görürsünüz məsələn? Bizdə elektronlu problemlər də həll olunur, silesar işləridir. Yəni bir çox işlər görünür. Bir çox işlər. Bataryaların dəyişilməsi. Bəli, hər bir şey bataryalardır. Sonra nə inverter sistemində problem. Ümumiyyətlə elektron tərəfdən bir çox şeylər bizdə həll olunur. Silesarda məlum məsələ bütün işləri görülür. İndi motor və karabka ilə bağlı biz işləri görmürük. O da ki inşallah yaxın zamanda motorla bağlı planlarımız var. Onlar da gerçəkləşsin inşallah, o xidmət də göstəriləcək. Əlaçı. Belə amma yağlamasıdır, karabka yağıdır, motor yağıdır, əyləc mayesidir, antifrizdir, hər bir şey bizim servisdə mövcuddur. Bu ayda da bizim ayın sonuna kimi xüsusi kampaniyalarımız var. Hansı kampaniya var? Bizdə məsələn Farsonka, Zastonka ilə injektor sisteminin yuyulmasında 30 manatdır. 30 manat. Bəli, indirimli 30 mən manat. yadıma gəlir ki, məndə bir Prius var idi, onu mən 50 manata yuduzdururdum. 60 manat idi. İndirim edilmişlər ki, 50 manat ha. Bəli. Yəni hər vaxt o 80-90 manat belə ödəmişəm. Normalda qiyməti arasında bir 50-60 aralığı olur. 20 kuzalarda, 30 da bəzən bir 10 manat. Bəs bataryalar necədir məsəl üçün? Batarya ümumiyyətlə ilinə görə dəyişir. Amma voltajı yüksəkdir. Bəli. İli nə qədər yuxarı olursa, qiymətdə də müəyyən qədər fərqli olur. Bəli. Onlar da fərqli. Allah maşallah, heç bilmirdim ki, Priuslara da xidmət göstərilir. Həqiqətən də çox yenilik oldu da, yəni. Biz artıq izləyicilər də biləcək ki, hibrid sürən, tək hibrid Priuslar deyil də, bütün hibridlər. Bəli, bütün hibridlər nəzərə alınır. 40 kuzadır, 50 kuzadır, onların da sadaladığım bütün xidmətləri mövcuddur servisdə. Ehtiyat hissələri də var, bataryalar da olur. Təzə ehtiyat hissələri var. İndi bəzi şeylər var ki, qutarıb inşallah yaxın zamandan onlara gəlməlidir. Yəni əsas olaraq yoxdur sizdə, yəni. O nəzərinizə çatdırım ki, mən 20 gündür təxminən burada işə. Xeyirli uğurlu olsun Əmi qardaş, xeyirli uğurlu olsun. Sizdə onu deyim ki, müştəri xidmətləri də var. Samsun, siz bu gün yağ dəyişmə etmisiniz. Sabah və yaxud da bir neçə gündən sonra sizə zəng gələcək. Yəni hər hansı bir narazılığınız məsələn olsa, yəni şikayətiniz olsa, müştəri məmnuniyyəti. Rəy mütləq lazımdır. Rəy, məsələn, müştəri hər hansı bir narazılıq olsa bizə bildirir ki, yəni bu xidmətdən narazı qaldım, bu xidməti düzəldin.
yəni biz də ümumiyyətlə məlumat veririk. Yəni Ona dair artıq fikirlər bilmirəm. bəli, yəni şükür Allaha indiyə kimi yəni belə bir şikayət yəni Olmuyor. olmur. Olmuyor. Mən rəyləri oxudum, açığı bütün rəyləri oxudum. Baxıram rəylərdə hamı tərifləyir. Heç kim neqativ bir dənə də olsun rəy yoxdur. Hər kəs yazır ki, çox gözəl personalları var, peşəkar ustaları var. Qiymətdə çox münasib. İnzibatçı olaraq işə başlamışam. İşçilərə məsələn misal üçün demişəm, mən özüm sosial şəbəkə adamı olduğum üçün yəni ümid insan məsəl üçün ümidləri doğrultmalıdır. Bu qədər kütlə ilə məsələn işləyirsənsə, yəni sənə inanırlar, sənə etibar edirlər ki, yəni bu mərkəzə etibar edirlər. Bəli. Gəlib onu görməsələr, o mənə minusdur. Yəni mən də çalışıram, işçilərdən onu tələb edirəm. Yəni çalışın, keyfiyyətli iş görün. Yəni mən də doldum və yaxud da olmadı. Yəni işimizi daha yüksək səviyyədə şeydir ki, daha çox məsəl üçün müştərimiz olsun, yəni maaşımız da bu təsir edəcək. Yəni hər bir şey, yəni yenə deyirəm ki, burada mən olduğum müddətlə, yəni zəmanətini də verirəm ki, işçilərin müştəri ilə davranışı, avtomobilə göstərmə xidmət tam yüksək səviyyədə olar. Eyvallah. Dəyərli izləyicilər, Elmir qardaşı demək olar ki, Sumqayıtın hamısı tanır. Elmir o qədər məşhur insandır, o qədər tanınmış insandır Sumqayıtda. Çünki Elmir ictimai fəal kimi Sumqayıtın bütün tədbirlərində, Sumqayıtda baş verən bütün hadisələrdə ən yaxından iştirak edən, onu daim işıqlandıran, Sumqayıt üçün canını qoyan insanlardan biridir. Ona görə Elmir qardaş əgər bura gəlirsə, Elmir qardaş əgər tövsiyə edirsə, şübhəsiz ki, burada qətiyyən heç kəsin şübhəsi olanmaz. Çünki ilk öncə işlədiyi yerdən də öncə öz reputasiyasını qoruyan insandır. Ona görə o reputasiyasını qorusun deyənə, onun daimi yüksək tutması üçün o heç bir zaman yanlış məlumat verə bilməz. Elmir qardaş tövsiyə edirsə, inanın gözünüzü yumun gəlin, mümkün deyil ki, narazı qalasınız. Mənim həyat prinsipim də odur. Yəni dürüstlüyü, yəni həqiqətən yəni mənim səhifəmi izləyən kənardan izləyici də, yəni o səhifədə olan misal üçün gedən paylaşımlardan yəni tuta bilər ki, yəni nizam, intizam yəni o səhifədə yəni tam insanları maarifləndirici yəni belə məlumatlarla izləyicilərə çatdırır da, yəni şəhərimizin ictimai, sosial həyatını yəni, geniş şəkildə yayımlayıram daha doğrusu. Yəni burada tək mənim yox, izləyicilərin də xüsusi rolu var. Yəni deyim ki, tək Sumqayıt 50 qrupunun inkişafında burada mənim yox, ümumiyyətlə izləyicilərim demək olar hər biri yəni aktiv şəkildə iştirak edirlər, dəstək olurlar. Yəni bildiyiniz kimi bu yaxınlarda yəni spam olmuşdu səhifəmin. Yəni izləyicilərimi yəni o qədər rəğbətini qazanmışam ki, yəni təkrar bir səhifə açıb onu işlətməyini sadəcə mən müəyyən zaman gözlədim ki, yəni spamdan çıxsın, yəni onunla davam edim. Çünki sosial şəbəkə səhifə işlətmək çox çətin bir məsuliyyətli işdir. Yəni ona nəzarət, yəni həm zaman lazımdır. Yəni insanlarla məsəl üçün hər cür düşüncədə olan insanla işləmək yəni çox çətindir. Yəni insan var, yaxşı düşünür, insan da var ki, neqativdir. Hər bir kəsin yəni sağlam şəkildə mədəni formada yola vermək lazımdır. Yağın ulbini yoxladıq, ulbinin yerindədir. Hal-hazırda 3800 kilometr yol sürülüb maşın. Motorun əsas daxili təmizdir, kamera vasitəsilə baxdıq. Yəni ən azından 5000 kilometr normal yağ istifadə olunduğu üçün sürülə bilərsiniz. Yəni yağ döşmə ehtiyacı yoxdur da. Hal-hazırda yox, sürün. Ən azı bir 5000 sürün. Ortalama 6500-7000 kilometr sürmək lazımdır. Sürdü, sürmədi də 6 ay vaxt olaraq vaxtıdır. Ən azından sintetik yağ istifadə olunur. Normal yağ istifadə olduğu üçün heç olmasa minimum 5000 kilometr sürün. Mayələrin də tərkibini yoxladıq, normaldır. Dəmir hər iş bölməsini yardıq buxar vasitəsilə. Siz deməli həm mayələri yoxladınız. Anfrizdir, rulovo yağıdır, xüsusi cihaz vasitəsilə yoxlayırıq. Sarmaznoy bitkisi, əmləd mayəsi yoxlayırıq. Azısı əlavəsi ödənişsizdir, dediyim kimi. Mənim hörmətində yağ dəyişmə zamanı buxar vasitəsilə yürür dərmanlar. Bu hamısı xidmət daxili, standart xidmət. Bütün avtomobillərə göstərilir. Yəni. Süper. Yoldaşlar deməli yağı dəyişməyə ehtiyac görmədilər. Dedilər yağın vəziyyəti yaxşıdır. Əslində mən dedim ki, qaralır deyənə narahat oldum, gəldim, amma sağ olsun usta deyir ki, qaralmağı normaldır. Sintetik olduğu üçün mühərrikdə yuma sistemi var onun. Ona görə yuyulur.
və yuyulanda yağ qaralır. Yəni normal bir şeydir. Sintetik yağlardır, keyfiyyətli yağ olduğu üçün yuyur onu. İndi hal-hazırda sadəcə olan məli ki, yuyurlar. Usta, bu xüsusi mahiyyətdir, deməli, yağ qatını aparmaq üçün. Hal-hazırda iş gedir yoldaşlar. Yəni sizə əyani şəkildə göstərmək istəyirəm ki, baxın, bokslarda nə qədər avtomobillər var. 1, 2, 3, hər 3 boks hal-hazırda məşğuldur, arxamdadır və bu avtomobillərin hər biri də öz növbəsini gözləyir. Yəni əyani şəkildə göstərmək istəyirəm ki, yetəri qədər müştəriləri olan, yetəri qədər tanınmış, öz sözünü demiş, doğrultmuş yağ dəyişmə mərkəzlərindən biridir. Bu da sizə əyani sübut. Yəni pis bir yerə heç kəs getmir. Yaxşıdır ki, hamı gəlir. Baxaq görək mühərriki necə yuyurlar, əyani şəkildə görək. Hal-hazırda buxarla hava yolları yuyulur, ona da baxaq. Bu kondisioner yolların yuyulması istəyir. Hardır bu? Temperatur nə qədər olur bu aparatda? 170 dərəcə. 170 dərəcə. Bütün mikrobları yuyur, kanalları açır. Par çıxırıldı. Yəni bunlar hamısı onu qeyd edim ki, ödənişsiz. Xidmətə daxil. Bir yağ dəyişmənin içində nə qədər xidmət görür? Par yuyulur, motor yuyulur, parla kondisioner yuyulur, qapılar yağlanır. Yəni bunu ayrı-ayrılıqda başqa yerdə xüsusi məsələn ödənişli şəkildə yapılır. Minimum 20 azərdən başlayır. Yəni tək bizdə yağ dəyişmədə məsələn bunlar hamısı motorxananın buxarla yuyulması, hava yollarının buxarla təmizlənməsi, yəni təməl müəssisəsində ödənişsiz. Əladır, əla. Deməli, bir yağ dəyişmədə, deməli belə eləyir. Bir yağ dəyişmədə birinci növbədə filtr pulsuz, qapılar yağlanır, mühərrik parla, xüsusi aparatla yuyulur. Mayələri analiz edilir, xüsusi aparatla yoxlayır, yəni sürücüyə məlumat verir ki, keyfiyyətinə və hansı səviyyədədir. Əlavə olarsa əlavə olunur, təmənnasız. Onlar da hamısı ödənişsizdir. Elektron sisteminin yoxlanışı olur, məsələn, check-up. Bəli, Əla, super. Hamısı, yəni bunlar ödənişsiz şəkildə həyata keçirilir. Filtrdə yağın puluna daxil olur. Bəli. Olursa ən azından 6 və yaxud da 1, 7, belə deyim sizə bir çox xidmət bir yağ dəyişmənin pulunu alır. Bir yağ dəyişməklə bu qədər xidmətlərdən yararlanırsınız, bu qədər xidmətə görə bir dənə pul ödəyirsiniz yağ dəyişmə. Buradan başqa yaxşı yeri hardan tapacaqsınız? Hal-hazırda mühərrik yuyulur, ağ inəyi motoru yuyulur yoldaşlar. Mərkəzimizdə kampaniya keçirilir. Odur 100 manatlıq xidmət göstərənə, Deməli 100 manatlıq xidmət göstərənə birinci yerin qalibinə Antalya 2 nəfərlik bilet, ikinci yerin qalibinə 16 Pro Max telefon, ikinci yerin qalibinə də 1 illik yağ dəyişmə kursu. Yəni bu 100 manatlıq xidmət göstərilikdə, yəni keçərlidir. Bu hansı tarixə qədər bu keçərli? Bu avqustda canlı yayım olacaq. Yəni sosial şəbəkə vasitəsilə də yəni izləyicilərə, sürücülərə məlumat veriləcək. Yəni Antalya getmək istəyirsə 100 manatlıq yağ dəyişirik, şans qazanırıq. 200-400 manatlıq xidmət göstərilərsə, yəni onlara şansı daha çox, 4 kupon veriləcək. Əla. İfləklərə də baxaq. Yəni mərkəzimizdə ən keyfiyyətli məsələn Sinkomoildir, Totaldır, Mediumdur, Yerolitdir, Mobildir, Roverdir, Peugeotdur. Yəni dünyanın qabaqcıl
yağ markaları, yəni bizim televizdə mövcud. Ümid qardaş, bunun sonunda da həmin bu qayaqlara xidmət göstərilənlər növlərindən Bəli, yağ gəldi. dəyişmə xidməti, mühərrikdə endoskopiyası, antifrizin yoxlanması, əylək mayasının yoxlanması, tutan mayasının yoxlanması, seçlənə xüsusi dərman, mühərrik hissəsinin xüsusi dərmanla buxarla təmizlənməsi, hava kanallarının quru buxarla və antibakteriyal dərmanla təmizlənməsi, qapı qamaklarının yağlanması, təhlükə qalxır, ehtiyat olarsa avtodiaqnostika. Bir sayaq. Bunlar hamısı ödənişli. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 xidmət, bir yağ dəyişməsində 11 xidmət. Bir yağ dəyişməklə 11 dənə xidmətdən yararlanır. Yəni əsas keyfiyyətlidir. Yəni iş görülən iş həqiqətən də keyfiyyətlidir. Yəni yağ tam zəmanət verirəm ki, yağlar tam orijinal yağlardır. Yəni əsas məsəl üçün xidmət göstərilə bilər keyfiyyətli. Məsəl üçün mayələr keyfiyyətsiz olsa, yəni o xidmətin də heç bir əhəmiyyəti qalmır. Yəni əsas görülən işlə bərabər yağların antifriz mayələri, jitquz mayələri, yəni ən filtrləri hamısı tam orijinal məhsullardır. Ay maşallah, məhərriki yudular. Sirkisindeydi yoldaşlar, gördünüz özünüzdə, məhərrik oldu gül kimi. Maşın gözümdə hörmətdən qalxdı, bu ağ inəyi mən təmiz vəziyyətdə görəməyim. Bəlkə də 3 ildir məhərriki yolmurdu, yəni deyirlər provotikasında şey var, şey verər, problem yaradar. Ona görə olmuş. İkisindən başqa maşın var ya. Müştəriləriniz də maşallah oldu, növbə-növbənin ardınca. Həmişə də Allah bol eləsin. Yəni hər kəs Əla. ona görə çalışırlar ki, yəni gəlib istifadə edir. Yoldaşlar, baxın, səhər də çox təmiz və səliqəlidir. Səhərdə də bax, hər yer çox təmizdir, yer, göy. Yəni, yağ dəyişmə yerində 1 qram yağ belə görə bilmərsiniz. Çünki səliqə səhmə, xüsusi avadanlıqlar. Xüsusi yerlər də var. Əyləşmə də görünür. Çay var bu yaxınlıqda, yəni biz uzaqdan qonaq gəlib bir çay istəsə. Bəli, çay da. Bayımı da göstərək, çayxana da var burada. Çayxana da, yəni özümüz də Uzaqdan gəlmişsiniz, susdamısınız. Qonaqlarımızın məsələn xüsusi otağımızda yəni gəlib əyləşə bilər. Gəlib əyləşə bilərlər. Yəni bizdən həmsöhbətdə ola bilərlər, yəni müzakirələr apara bilərlər. Bu sizin qonaqların qarşıladığınız yer. Buradan qonaqları qarşılayırsınız. Yəni oturub burada yəni çay dəzgahının yanında qonaqlarımızı dəvət edirik, həmsöhbət olur. Yəni iş prinsiplərimizi. Bu prezentasiya yağlardır sadəcə olaraq, yəni ki, istifadə etdiyiniz yağlardır. İstifadə etdiyimiz yağlardır, məsəl üçün Petro-Kanadadır, Enios'dur. Eyvallah. Məsələn, antifrizdir, konzervdir, yəni qalmış. Emin qardaş, bu sertifikatları olar mı yaxından çəkim? Bəli. İzləyicilərimiz görsün ki, yəni tam zəmanətli şəkildə. Eurolab şirkəti özü rəsmən sizə sertifikatla təmin edir. Bütün yağ markaları hamısını sertifikatlı şəkildə alır. Yəni onu da qeyd edelim ki, servisimizə, yəni kameralar vasitəsilə tam nəzarət edilir. Yəni işçilərin davamiyyətinə göstərilən. Yəni işçiləri daimi olaraq nəzarət altında saxlayırsınız. Bəli, göstərilən məsələn müştəri məmnuniyyəti ən vacibdir. Yəni xidmət sektoru olduğu üçün yəni çalışırıq ki, müştərilərə göstərilən xidmət daha yüksək səviyyədə olsun. Eyvallah. İnşallah indi çay da deyəcəyik, yəni qonağımız olacaq. Ay çox sağ olun qardaş, vallahi çox sağ olun. Mən şokdayım, həqiqətən yoldaşlar, mən şokdayım. Bu qədər xidmət, bir yağ dəyişməyin içində bu qədər xidmət yoxdur da heç bir yer. Amma maşallah olsun özdəki müştərilər də maşallah olsun ardı kəsilmir. O maşın çıxır, bu maşın çıxır. Ağ inəyimi çıxardıblar, ağ inəyim artıq yolub, mühərriki də ağ inəyim gül kimi olub. Elmi qardaş, mən inandırım sizi ki, özüm belə şoka düşdüm. Mən gəldim yağı dəyişməyə. Heç bir yerdə demirlər ki, sənin yağın yaxşıdır, ehtiyac yoxdur, hələ də sür bir min kilo. Səhizlərimiz elə bilər ki, yəni bu sırf çəkiliş xatirinə olan şeydir. Bu ən səmimi, sizin müştəriyə göstərdiyiniz münasibət. münasibət. Olmamışdan qabaq da, yəni mən qısa müddətdə olsam, yəni ustamızın misal üçün, əgər buna ehtiyac yoxdursa, yəni biz eləmirik. Ustamız tam məlumat verir ki, yəni bunun
sürücüsüz. Gəlirsiniz dişki dəyişir. Ustamız xüsusi avadanlıqla bağlı nəfəs keyfiyyətinə texniki vasitə ilə yəni onun ehtiyac olmadığını ona bildirir. Yəni müəyyən zaman sürün, yəni ondan sonra gəlin. Yəni tək bu sizinlə bağlı deyil. Yəni hər bir sürücüyə yəni bu yanaşma var. Əla. Emin qardaş, həqiqətən də mən gəldim, sizin xidmətlərdən çox razı qaldım. Ümumiyyətlə, məkan çox əlverişli bir yerdədir, parkı böyükdür. Yəni, saxlamaq üçün görün nə qədər yer var, öz xüsusi şlaqban var ki, kənar maşınına dirənməsin. 7-24 kameralarla müşahidə olunur. Həm daxili, həm xarici, həm bir yeri yoxlanılır, hər yer nəzarət alınır. Tanınmış bir ərazidir. Yəni restoranlar olan küçə də demək olar bura. Billur restoranı. Bakının Vasmoyu deyək. Bəli. Bakının Vasmoyu Sumqayıtın bu İsmət Qayıbov küçəsi. 17-ci mikrorayon Billur restoranından Sədər restoranından gələn Sədər marketə daha doğrusu istəyirəm. Marketə doğru gələndə, yəni yolun sağına baxdıqda görəcəksiniz. Bu yazıları, bu yekə yazını görməmək mümkün deyil. Express Oil Center. Yol şəbəkəsini də göstərə bilərik. Yəni tam izləyicilər. Emin qardaş, bəs gələcəklə bağlı nə planlarınız var? Yəni gələcəkdə innovativ Sumqayıtda analoqu olmayan nə kimi gözləntilər var? Yəni ki, bizi müştərilərimizi nə qarşılayır, nələr təklif olunacaq və nələr gözləyir? Qeyd etdiyim kimi, yəni Antalya'ya 2 nəfərlik bilet səyahət, yəni qalib olacaq. Yəni bu tam canlı çəkilişlə, yəni şəffaf şəkildə olacaq. İkinci yerin qalibi 16 Pro Max seçməlidir. Üçüncü yerin qalibi 1 illik yağ dəyişmə kursu. Zaten bir ildə, ayda bir dəfə də gəlib yağ dəyişmə edəcək. Yəni bu 12 ay. Vay, maşallah. Onu da qeyd edilmiş, yəni bu 3 tək 1-2-nin 3-cü yer üçün 30 kupon çəkiləcək. Orada yerli xırdalı məsələn yağ pulsuz veriləcək, yəni bir yağ dəyişmə pulsuz veriləcək. Müəyyən məsələn güzəştlər olacaq, antibiyotik sisteminin yuyulması, yəni başqa əlavə işlər sırf mənim bura gəlişimlə bağlı işçilərə davamiyyəti, müştərilərlə səmimi olmaq, yəni əsas bir şərtdir. Yəni görəcəyimiz işdə yüksək səviyyədə olmalıdır. Yəni bu tələbdir, yəni müzəyyətin də tələbdir. Bəs xidmət sahəsində nə kimi gözlənti var? Gələcəkdə nə planlarınız var? Xidmət sahəmizdə məsəl üçün indi yay sezonu gəlir, yəni kondisioner sisteminin yuyulması, onun təmizlənməsi, kompresorların baxılması, yəni bu işləri görülməsi üçün xüsusi avadanlığımız artıq var, yəni gəlibdir, yəni bu işlər görüləcək. Sonra başqa yeniliklər də olduqca, yəni bizim sosial şəbəkədə, yəni TikTok, Instagram, Facebook səhifələrimiz var. Bir də Sumqayıt 50, yəni admin olduğum üçün tam yəni ətraflı məlumatları, nəysə bir yenilik olanda ətraflı məlumatları həmin səhifələr vasitəsində izləyib məlumat ala bilərsiniz. Yəni bu nədir? Yəni indiki miqyas, yəni elədir ki, yəni sürücüləri deyərdim ki, onların adından danışmaq istəməsin, yəni qane edirdilər. Yəni müştəri xidmətləri yenə qeyd edilmiş var, yəni onlara zəng olunur, bir məlumat verir, onların görəcəyi işlərin məsələn işçilərin göstərilən xidmətin narazılığı, şikayətin olması ilə bağlı hər hansı bir irad təklifləri olarsa, yəni bunu bizə hamısı nəzərə alınır. Bəli, avtomobil sürücülərinə bildirir ki, yəni göstərilən xidmətin keyfiyyəti sizi qane edilmir, yəni sual verir. Yəni şükür Allaha bəlkə mən gəldiyim müddətdə bəlkə yüzlərlə avtomobil sürücülərinə müraciət etdik ki, hər şey yəni qaydasındadır. Məmnun müştəriləriniz boldur. Bəli. İndi müəyyən işlər və məsələn buranın inkişafı ilə bağlı müdiriyyətlə danışıqlar da aparılır. Yəni neçə əlavə bir şeylər daha da komfort, yəni sürücü gələndə yəni burada özünü komfortlu hissetsin, rahat hissetsin. Yəni biz də çalışırıq ki, əsas məsələn ustalarımıza mərkəzimizdə çalışan digər məsələn kənd işçilərimizə də bildiririk ki, yəni
sağlam mühit olmalıdır. Məsələn, müştərinin yanında siqaret çəkilməməlidir. Yəni səliqə, səhman, yəni təmizlik, yəni ədəb, ərkan yəni qorunmalıdır. Yəni bu əsas yəni müştəri nə istəyir? Məsələn, gəldiyi bir mərkəzdə deyər ki, usta məsələn gənc işçi avtomobil sürücüsünə mədəni xidmət göstərir. Yəni siz özünüz də misal üçün gələndə Gördüm, özüm də şahid oldum ki, həqiqətən çox güləriz personallar, peşəkarlar, gözəl qarşılayırlar. Yəni insanı o qədər isti qarşılayırlar, insanı o qədər isti qarşılayırlar, sanki doğmasını qarşılayırlar. Əsas vacib məsələ budur ki, yəni hər bir şey, yəni işlə bərabər, yəni xüsusi avtomobil sürücülərindən təbəssüm də gərəkdir ki, yəni o yenidən bir daha məsələn onun xatirəsində bir xoş bir yer kimi qalsın, yenidən gəlsin. Və mən şəxsən bax gəldim, fikirləşdim yağ dəyişəcəm. Dedilər ki, elə ehtiyac yoxdur, bir 100 manat cibimdə əlavə bir 10 gündə qalacaq. Bu mən çox razı qaldım. Çünki başqa yerə keçirim 100% deyirəm ki, deyəcəklər ki, gəl dəyişək, təzə sənin üçün bu yağı qoyaq, dəyişək çıx get. Amma gör insanlar nə qədər mükəmməl çalışır ki, ilk növbədə müştəri məmnuniyyətini düşünürlər və deyir ki, sənin yağın keyfiyyəti yaxşıdır, qaralma isə sintetik keyfiyyətli yağdır deyənə mühərrikvi yuyur. Mühərrikvinin içi də çox təmizdir və sənin 3800 kilometr üçün yağ dəyişmən hələ tezdir. Yaxşı olar ki, heç olmasa 1000 kilometrdə sürəsiz. Mən 1000 kilometr sürmək üçün ən azından bir 15 gündə sürməliyəm, ən azı bir 10 gün sürməliyəm o maşını. Və mən bu keyfiyyətdən, bu münasibətdən çox razı qaldım. Yəni birinci növbədə məni düşünürlər. Məni düşünüb mənim xeyrim olanı deyirlər. Öz büdcələrinin xeyrini olanı demirlər. İnanın Sumqayıtda hara gedəksə gedək, %99 yağ dəyişmə mərkəzi mənim bu günlər yağımı dəyişib yola salacaqdı mən. Amma insanlar mənə görə necə bir mövqe göstərirlər. Ona görə də çox təşəkkür edirəm. Yəni həqiqətən yenə təkrar kimi çıxarsam, yəni bir neçə sürücü olub ki, yəni onlara da bu təkrar verilmişik ki, yəni ehtiyac yoxdur. Müəyyən zaman sürün, yəni yerindən yaxınlaşarsın. Onlar da məsəl üçün, əgər uzaq yola bir səfər edirlərsə, gəlib indidən erkən yağ dəyişməni edirlər ki, yəni müəyyən zamandan sonra çatda bilmək. Yəni onda məsələn, təqdim edilərsə biz onda məsələn dəyişirik, amma minimumda onu deyim ki, yəni yağlarımız yüksək keyfiyyətli yağlardır. Yəni yeni təzə avtomobil olarsa məsələn 10.000, 12.000, yəni sürüş məsafəsidir. İndi məsələn müəyyən sürülmüş məsələn motorunda detonasiyası olan, problemi olan bir maşınlarda da minimum 5.000 adayın yürüyüş məsafəsi verir. Yəni ortalama sürücülərimizə 7.000, 8.000 yəni bu aralıqda sürüş məsafəsi verir. Mərkəzimizdə də onu deyim ki, dünyanın qabaqcıl brend markaları da məsələn Magnum yağıdır, yəni sürücülərimizdə Mobildir, Roverdir, Petro-Kanadadır, Mobildir, Eurolitdir. Rəsmi deyiləkdən sertifikatı olan sertifikatla alınmış keyfiyyətdə əldə olunmuş yağlardır. Mən də şad oldum. Mən də çox şad oldum, həqiqətən. Mən nə yaxşı ki, bura gəldim, nə yaxşı ki, burada yoxladım. Mənə çox sevinirdi ki, bildim artıq nəyi var, avtomobilin vəziyyətini ilkin olaraq bildim. Sağ olun ki, mühərrikimi də belə yudular. Mən indi ödəniş etmək istədim ki, mühərrikimi yudular. Heç bir ödəniş ehtiyacı yoxdur. Həqiqətən, yəni ayıb oldu, yəni vallahi. Qeyd etdiyim kimi, yəni kənardan məsəl üçün bura bahalı yer kimi görsənə bilər. Yəni sürücülərimiz məsələn yoldan keçərkən baxır. Yəni tam elə deyil, həqiqətən də elə deyil. Müəyyən məsəl üçün yerlər var ki, məsələn tanışlar maraqlanır ki, o yağı harda, neçə dəyişsən. Məsələn bilinməyən, mənşəyi bilinməyən yerin yağlardan tökülməyən motorunda müəyyən problemlər yaranır. Böyük xərclərə gətirir. Xərclərə gətirir. Məsələn dəyişəndə bunun nə qədər xərc başa gəldiyini deyir. Məsələn deyir 70 manat, 60 manat, 80 manat. İnanın ki, yəni burada da o qiymətdir. Yəni qıraqda baxanda deyilməsin ki, yəni bura məsələn bahalı maşınlar gəlir. Yəni hər büdcəyə uyğun burada yəni yağımız. Hər büdcəyə uyğun yağlar var. Premium standart ekonom. Bəli, standart ekonom, yəni geniş həyatı da yəni avtomobilimizi parkov eləmək üçün tam belə şərait var. Yəni Sumqayıtda ümumiyyətlə tək Sumqayıtda yox, yəni Bakı şəhərində belə bir
yağlama mərkəzinin boyda həyat olan inanmıram ki, Bəlidir. Çayxanaya qədər var. Çayxanasına qədər var. Mükəmməl. Əla, əla. Emin qardaş, çox sağ olun ki, bizi qarşıladın mənə. Çox sağ olun ki, xidmət göstərdiniz. Bir qardaş kimi bir yanaşdınız. Bizə belə deyim, mənə bir qardaş kimi yanaşdınız. Mənə maşınıma, öz maşınınız kimi yanaşdınız. Yaxında. Ümumiyyətlə, yəni mən hər şeydən, yəni mənim həyat düşüncəm budur. Yəni insanlarla dürüst olmağı bacarıram. Yəni tam səmimiyyətimlə deyirəm. Yəni mən buradayamsa, yəni tam arxayın olub gəldim. Yəni izləyicilər məsələn, daha dəyərlidir. Yəni ümumiyyətlə yaxınlaşıblar. Onlarla artıq sürəcidə yəni çəkir də çəkilmişik. Yəni razı da qaldılar. Yəni özüm şəxsən məsələn adım qeyd etməklə gəlib burada yəni elmi qardaşım, mən məsələn müqaviməli oluram. Yəni mənə bildirirlər ki, gəlmişsə mən də canlı başına özüm məsələn nəzarət edirəm. Yəni ki, işin keyfiyyətinə. Yəni mən olmasam belə yenə də ustalar, yəni öz işlərini, Öz məsuliyyətləri öz üzərində. Yəni onlara da sizi tapşırıq verir ki, yəni işinizi yüksək keyfiyyətdə görün. Əla. Bu qədər mən də şad oldum. Çox sağ olun. Gəlmisiniz. Çox sağ olun Emin qardaş. Bir daha sizə təşəkkür edirəm. Buyurun. Dəyərli izləyicilər, hamınızı Express Oil yağ dəyişmə mərkəzinə avtomobillərinizi gətirib istər karobka, istər məhrik yağını dəyişməyə tövsiyə edirəm və ya çağırıram. Gəlin özünüz öz gözünüzlə görün, şahid olun. Sonra özünüz təşəkkür edəcəksiniz. Bəli, bəli. Yəni buna tam əminliklə deyirəm. Yəni əmin olması mütləq. Yəni belə bir Elmi qardaşın səmimiyyətinə inanıram, siz də inanın. Bir də ki, Express Center Oil mərkəzinin Instagram səhifəsi ünvanını altda qeyd eləyirəm. Mütləq şəkildə girin, özünüzdə baxın, maraqlanın, gəlin, özünüz keyfiyyəti görün, ondan sonra özünüz qiymət verəcəksiniz. Videonu bəyənib kanala abunə olmağı da unutmayın. Növbəti görüşlərdə görüşənədək.